güzel şiirler dinleyeceğiz. Buyurun Rövşen Bey. Elimde köklü bir nifret yarattım. Elvida. Xeylikliyi güzel ettim bilesin. Sözüm kırdığını tamir edesin. Gizli ümit vardı belki gelesin. Elvida. Ben niye geldim bu kadar yordum? Durdum bura kadar bu anda durdum. Boş boş ümitlere bir kibrit vurdum. Elvida. Elə də, belə də haqqımı yedin. Daha bundan sonra ne danış, ne din. O senden kısılıp zorum dedin. Elvida. Bu gedişin sonu uğursuzluğa, huzur da dönülmüş huzursuzluğa. Mən dözən deyiləm hər yolsuzluğa. Elvida. Düşünmə bu dövran belə qalacaq. Bil ki zaman zaman gözün dolacaq. Yoxluğum ən böyük dərsim olacaq. Elvida. Nə var xatirimdə bir oyatdın. Sən də arzuları ucun qanattın. Əqlimdə köklü bir nifrət yarattın. Elvida. Bu şiiri fonoqrama seslendirmemizin bir başka sebebi var. Aslında peşeşer hazırlanmış bir sesiydi. Birçok platformada sevilmişti. Onun için istedim siz de dinleyəsiniz. Və mən bizim gözəl xanımlara təqdim edilmək istəyirəm. Şeirnamə və Aygül xanım sizin üçün gözəl şeirlər oxuyacaq və siz də zövq alacaqsınız. İnanıram ki, mütləq və mən bir şeir oxuyacağım. Davam edeyim. Bilirəm ki, çıxmamışam yadından. Bəlkə qırıb inadını kələsən. Doymadığım bir sevginin odundan alov aldım, külə döndüm biləsən. Yenə sabah, yenə dadan ağardı. Necə deyim, hicran yükü ağırdı. Dilim sustu, ruhum səni çağırdı. Ətrafında süzülürəm görəsən. Bir görünüb məni məndən edirsən, uzaqlarda kimin qalıb gelirsən. Həyat fani, ömür ani bilirsən. Dəli quzum, dadım, duzum, bəlkə sən, mən də bir sevgiyə təməl verəsən. Bugün sənə baxıb məndən utandım. Gözüm gilə-gilə yaş əldirdi. Dilim başqa sözlər söyləsə belə, o səsin ürəyim əhləmiydi. Sevgiyle baxdığım bu gözəl üzün, içində bir sevgi ağlayır, gördüm. Daha kilitləndi boğazda sözüm, sənlə öz arama bir divar ördüm. Üzəri qapalı xarabalıqda mən hansı toxumu cücərdə biləm? Sən belə özündən bunca uzaqkən, niyə hər fürsətdə yanına gəlirəm? Cəlladına aşıq qurbanlar kimi yeni bir əzaba yerikləyirsən. Hər yanım qanıyır, niyə durmursan? Məni də arxanca sürükləyirsən. Bir yandım sonrası bir ovuc kül tək, sönməyib hələ də püskülüyürsən. Mən sənə həsrətəm, sən də özünə Allah nəsib etsin, nə diləyirsən. Allah nəsib etsin, nə diləyirsən. Yenə gözlərimi açdım, oyandım. Yenə də sən yoxsan, halama yandım. Eləcə susuram qəlbimdə adın, zikrimə çevrilib qalım. Necəsin? Yenə oyanmışam yeni səhnəyə, yenə dostlar mənə alar təniyə.
Bu eşqi dəyişdin sən Allah nəyə, məni işğalına alan necəsən? Demə bəla ol bu acı dilin, kimin qüsuru yox həyatda kimin? Hoşuna gəldi mi mənsizlik sənin, xəyalı həyatdan yoran necəsən? Günəşli günləri boğan gecəsən, dilimdə kilitli iki gecəsən. Kimə baxıramsa, onda yenə sən, ay eşqi sevdası yalan necəsən? Yenə həsrətimə köz eləyirsən, yenə xəyalımda rəqs eləyirsən. Getmisən day məndən nə istəyirsən, bağrımda kök salan yaran necəsən? Buyur ay Elmir, təbrik edirlər Xəyal xanımı. Ben söyleyeceğiniz karıştırmalarıyla burada bence gayet söz boyutuna mesuliyet diye burada değerli şairlerimiz var, güzel grafislerimiz var. Her bir salamıyla Xəyal xanım mənim ustadımdır, yaxşı ki varsınız, qarşınızda boş yerəm. Özünüz var, səsim yoxdur, şey deyə bilməyəcəm. İnşallah gene görüşürüz. Bazı desin seyirdir. Çox sağ ol Elmir, yenə də gələn ayaqlarım var olsun. Həqiqətən Xəyal xanımın xətrini çox istəyir. Elə qrup İmişlidən gəlib bura bugün Elmir. Var olsun. Mehri Mikailova buradadır. Mehri xanım. Mehri xanım, buyurun. Siz də ürək sözlərinizi dinləyin, sonra mən sizin əvəzdə şeir deyəcəm. Salamlayıram hər kəsi, xoş gəlmişsiniz. Mən də Xəyal xanımı hər kəs kimi təbrik edirəm. Uğurları bol olsun, qələmi iki olsun. Altınday yüksəklərdə səslənsin. Qələmimiz iti, yolumuz daim işğil olsun, məməzsin. Uğurlarımız bol olsun. Çox sağ olun, var olasan. Mehri xanımın əslində çox gözəl səsi var, gözəl mahnılar da oxuyur, qiraət edir, amma bu gün nədənsə, bugün vəzifəsi var, ona görə şeir deməyəcək. Mən deyəcəm onların əvəzinə, Elmir'in, Mehrinin yerinə. Buyurun. Xəyal Əlisadə yazır ki, gözəl arzularım vardı səninlə. Bu xoş xəyalları bölsən, bağışla. Bəzən ömür bizə vəfalı olmur. Sözümü tutmadan ölsəm, bağışla. Niyyətim gözümdə sevinci olmadı. Hüzur tək qəlbimə axıb dolmadı. Sənin yüklərini bir-bir almaqdır. Sözümü tutmadan ölsəm, bağışla. Mən cihad edirəm həyatla düzür. Deyən də deyiləm hər vaxt hər sözü. İstəmədən erkən bağlasam gözü. Sözümü tutmadan ölsəm, bağışla. Ay mənim çilənim, ay qəlbi kövrək. Bunca yıldırımdan yorulub örək. Tez-tez bilincimi durdurur fələk. Sözümü tutmadan ölsəm, bağışla. Sən ol, heç kəsin dərdini dinləmə. Yoxluğumu belə kədər eyləmə. Düşün ayrılmışıq, ölübdür demə. Sadəcə eşidib bilsən, bağışla. Sözümü tutmadan ölsən, bağışla. Düşün ayrılmışıq, ölübdür demə. Sadəcə eşidib bilsən, bağışla. Sözümü tutmadan ölsən, bağışla. Ürəyini sağlıq Xəyal xanımın. Təşəkkür edirəm, mən salamətləriniz var olsun. Söz demək istəyən dostlarımız çox da əslində hər kəsin də bir dəvənəsi var, xəstəyəm deyir. Nurani xanım buradadır. Buyurun Nurani xanım, sizin də sözlərinizi eşidək. Buyurun, xoş gəlmişsiniz. Hər kəsin axşamı xeyir. Biz Xəyal xanımla
2007-ci ildən tanışıq, dostuq. Və Xəyal xanımla belə deyək, çox gəzintilərdə olmuşuq. Onlardan biri də Kitay səyahəti heç vaxt da unudulmazdı bizim üçün. Bəli, ilk səyahətimiz. Xəyal xanım, sizə bu yazarlar camiyyəsində səmimi qəlbdən uğurlar arzulayıram. Arzu edirəm ki, bu mən elə gəlir ki, sizin işinizin ilk başlanğıclarındandır deyəsən kitab payladığınız, yoxsa mən belə bilirəm. İlk təqdimatınızdır. Beşinci kitab da olsa təqdimat ilksə axarlı olsun deyirəm. Və sizə ən əsası bu həyatda can sağlığı arzulayıram. Can sağlığı olan yerdə mən elə gəlir ki, sağlamlıq olan yerdə hər şeyə nail olmaq olar. Uğurlar diləyirəm sizə, sağ olun. Siz də sağ olun Elmə xanım və vurğulayım ki, Xəyal xanımın köhnə dostlarındandır, əzizlərindəndir. Və elə bu arada istəyirəm ki, Xəyal xanımın adı da eyni olan Görüşünə Gəlmişəm adlı şeirini sizlərə təqdim edəm. Görüşünə gəlmişəm, ürəyimdən əlinə. Məqsədim daş atmaqdır, keçmiş zaman gölünə. Görüşünə gəlmişəm, qonum söz dilimə. Gəldim səni qaytarım, mənli ötən ilinə. Görüşünə gəlmişəm, dönüb duyğu selinə. 3-5 şehir çələngin, taxım ipək telinə. Görüşünə gəlmişəm, xatirələr oynasın. Solğun axan ömrümüz gözəl rəngə boyansın. Gəlmişəm həm sevincin, həm kədərin olmağa. Heç deyilsə bu yolla gəldim sənlə qalmağa. Görüşünə gəlmişəm, gəldim sənlə qalmağa. Ürəyinizin sağlığı da Xəyal xanım. Maşallah olsun, bir-birinin gözəl şeirləriniz var. Deyirəm bu arada elə yenə Xəyal xanımın özünə söz verək. Xəyal xanımın özündən öz şeirlərinin birini dinləyək. Buyurun Xəyal xanım. Sizdən bilirsən ki, mən əvvəldən bir şeir tapıyordum bana. Zaten onlar hamısı sizin qələminizdən süzülüb. Bilirəm ki, istənilən şeiri istənilən yerdə deyə bilirsiniz. Seçim edəcəksiniz. Bir şeir seçdim. Teşekkür edirəm bir daha hər kəsə iştirak edən, gələn yalvarışlar olsun, özümüz sevgi dolu olsun. Mən bura dəvət eləmək istəyirəm, mənim öz ailəmdən 2 böyük bacımı. Gülsüm xanımla Əntiqə xanımı. Onlar da gəlsinlər, məvləylər istəyən qədər danlasınlar. Gəlin. Və mənim uzun illərdə ana əvəzir olan bacım, Əntiqə bacıma aid bir şeirim var, onu səsləndirim. Gözəl ruhu vardır, qəlbi saf, təmiz, yaşar ömrünü baş və tərtəmiz. Çoxunu caldıb eləyir əziz, məqsədi etməkdir islah, Əntiqə. Harada dağımız var, yığar bir yerə, haqqına gidirlər bir neçə kərə, dünyada əkdiyim biçəcəklərə, vardır mükafatı valla, Əntiqə. Unudulsa belə unutmaz özü, ortaya qoyandır əylini, düzü, çox vaxt kəskin olur, oxdur hər sözü, yaxşı ki etdirir illa, Əntiqə. Hər kəsin talihi bir cür acı, anadan anasan, bacıdan bacı, yüreğine qurban, başının tacı, sevdiğim paylaşmaz Allah, Əntiqə. Sevdiğim paylaşmaz Allah, Əntiqə. Bugün burada hər 2 böyük bacılarım mən, ana əvəzi. Başımın tacları olan hər 2 böyük bacıma mən danlamaq üçün mikrofon verim. Axşamınız xeyir, hər biriniz xoş gəlmişsiniz.
Gələn ayaqlarımız sağ olsun. Xəyalın bu yaradıcılığına. Mən xəyala gələcəkdə uğurlar arzulayıram. Xəyal evimizin kiçiyi, bizim balacamızdır. Uğurların bol olsun bacı. Sağ olun. Ən çox haqqı varlar mənim üstümdə. Sən olmasın, nə giyinəmirəm, nə yiyəmirəm, nə yatamıram, yönünə duramıram. Nə deyirsən? Bir daha hamınızın axşamınız xeyir. Hamınız xoş gəlmişsiniz. Hamınıza bu xoş günlərdən Allah qismət eləsin. Çox sağ olun, gəlmişsiniz, gələn ayaqlarınız var olsun. Xəyal çox sağ olun. Birinci bu şeirə görə. Şeirin öz fonda çox ləzzət elədi mənə. Allah səni var eləsin, həmsə ucalardan uca olasan, daim yaz, yara. Mən səni tanımıram, heç vaxt tanımıram, üstülə şəriyyət mənə. Həmsə sənin yaxşılığı istəmişəm, həmsə sənin ucalığı istəmişəm, həmsə istəmişəm ki, öz sağlamlığa fikir verəsən. Yaşa, yara, Allah can sağlığı, uzun ömür, hamımıza Allah can sağlığı, evinizdə xoş günlər arzu edirəm. Teşekkürler, var olasın. Allah ömür versin her işimizde. Çekil sen, çek bak. Bu arada sözü verin Saadet Hanım'a ve Şemale Hanım'a. Buyurun, dəvət edirəm sizi ve üzrə sözləriniz varsa buyurun deyirlər. Allah sizə ömür versin. Xəyal xanımı sizə, sizi də Xəyal xanıma çox görməsin, doyunca versin. Və buyurun xanımlar sizə. Hamınız xoş gəlmişsiniz, əvvəla xoş gəlmişsiniz Xəyal xanım, bu yaradıcılıq gecəsinə. Xəyal bizim uşaqlığımızdır, xəyal bizim gəncliyimizdir, xəyal bizim indimizdir. Amma mən ona, hamımız çox gözəl sözlər dedik, amma mən ona arzu edirəm ki, xəyalın səsi, xəyalın şeiri, xəyalın misraları o dörd divardan çox-çox kənarlara, hüdudları açsın. O televiziyadan, müğənnilərin dilindən süzülsün. Mənim ən böyük arzum odur ki, onun gözəl şeirlərlə mahnılar bəstələnsin. Müğənnilər oxusun və onu bütün auditoriya, bütün Azərbaycan, nə bilim, hər tərəf, hər yerdə onun səsi eşidilsin. Mən onu arzu edirəm. Xoş gəlmişsiniz. Axarlı olsun Xəyal. Qələmin iti olsun. Qəlbə sağlıq, ürəyvə sağlıq. Axşamınız xeyir olsun. Mən də Xəyalı təbrik edirəm. Çox istəyirəm. Əslində çox şey deyə bilərəm. Çox şey deyə bilərəm. Demək olar ki, biz uşaqlığımız bir yerdə keçirik. Necə deyim? Nə deyim mən? Uşaqlığımız bir yerdə keçirik. Keçib. Çox istəyirəm Xəyalı. Xəyalla fəxr edirəm. Yəni bu əslində burada yaradıcı insanlar çoxdur. Hər insana qismət olmur yaradıcı olmaq. Nə xoş mənə ki, Xəyal kimi bacı deyirəm də, bacım var. Nə xoş mənə ki, yəni biz hər gecə demək olar ki, yaradıcı insanlar dərdləşirik. Allah onun canını sağ eləsin, ömrünü uzun eləsin. Hər şeirləri, mahnıları, nə bilim şeirlərinə yazılmış mahnılar hamının dilində, onsuz da dilindədir. Biraz da artsın, əsas can sağlığı versin. Yenə deyirəm, yaradıcı olmaq özü böyük, Allahın vergisidir. Demək ol, Allahın ən sevgili bəndələrindən biridir. Allah həmişə onu uca eləsin, mən ona fəxr edirəm. Çox sağ olun. Doğrudan insan belə gözəl ailəsi olanda, gözəl də qələmi olar, gözəl şeirləri olar. Dənizin də ürək sözü var Xəyal xanım üçün. Dənizi dinləyək. Çıx bir irəli, ay Dəniz, görünmürsən, belə dayan. Buyur, nə deyirsən Xəyal xanım? İnşallah Xəyal gəlsizsən. Əhsən, balaca balamız. Qısa konkretdir sözü. Mən elə indi... Sağ olun. Mən elə kitabın adı olan Möhtəşəm Qadın şeirini istəyirəm təqdim eləyəm Xəyal xanıma.
Xəyirəm yazın ki, nə qədər söyləyim dostum, qardaşım, çarəsiz ah çəksə olacaq var. Peyğəmbər də olsan, əskərsən ona, ürkəksən, anlasan, nəsildir qadın. Səni yanıltmaq üçün səndən mayası, onun uşağısan, uşaq qadası, dərk eylə, bəşərin odur anası, ürkərsən, anlasan, nəsildir qadın. Bir rüzgar çırptı ki, bir gün evimdə, tozlara bölündüm, heçdim gözümdə. Təkcə düz çökmüşdüm, təkcə düz çökmüşdüm onun önündə. Ürkərsən, anlasan, nəsildir qadın. Deməli deyiləm, deyirəm amma. Oğulsan, bir qadın uğruna yanma. Sən ona möhtaçsan, fitrəti danma. Ürkərsən, anlasan, nəsildir qadın. Gizli xəzinə var sözlərində seç. Mən qadın həyatı yaşamadım heç. Özüm üçün demirəm, burasını keç. Sevdiyim, tapdığım möhtəşəm qadın. Ürkərsən, anlasan, nəsildir qadın. Ürkərsən, anlasan, nəsildir qadın. Ürəyinizə sağlıq, Həyat xanım. Çox gözəl şeirdir. Teşekkür ederim, doğrudan çalan əlləriniz var olsun. Və bizim Günay Kərimova buradadır. Günay xanım. Buyurun xanımın ürəyə yaxın dostu. Ən yaxın dostu. Mən də xoş gəlmişəm bir daha. Buyurun. Sizlərlə bir ortamda olmaq mənim üçün çox xoş oldu. Mən bu cür tədbirlərdə əsla və əsla iştirak eləməmişəm. Həqiqətən çox həyəcanlıyam. Ay Xəyal xanım, ürəyinə qurban olduğum. Gəl ürəyim yerinə gəlsin. Xəyal xanımın mənə yazdığı özəl bir şeiri var. Mənim üçün həqiqətən çox dəyərli bir şeirdir. Bunu səsləndirmək istəyirəm sizlərə. Ruhumuzun nəğməsi oxunurdu, oynadıq. Qəfil oldu bu görüş, tez qarışıb qaynadıq. Bir an kimiydi günlər, necə keçdi saymadıq. Can parçanı gördün xor, sənsiz ölürəm axı. O isə hər sevincimi öz sevincim bilirdi. Mənləykən sevinib, mənim üçün gülürdüm. Hər kəsə kör olmuşdum. Tək mənim üçün ölürdüm. O gözləri ört tutur. Sənsiz ölürəm axı. Bir gecədə soyudum. Buna səbəb nə oldu? Lapdan ünvan dəyişdin, məndə arzular soldu. Çox gözəl oynamışdın. Bilməzdim, rolum boldu. Ocağıma düşdü qal. Sənsiz ölürəm axı. Həsrət mənə od qoydu. Şeirlərdə ağladım. Dəli ləpələr kimi şahə qalxıb çağladım. Sözlərimlə bu qədər ürəkləri dağladım. Kar olmuşsan, yoxsa kör. Sənsiz ölürəm axı. Güya mənə qıymazdın. Alovlarda qoymuşsan. Ürəyimin özəyin dağıtmışsan, oymusan, xəyalına gülürəm. Matəmmisən, toymusan, kör olmusan, yoxsa kör.
Sənsiz ölürəm axı. Vallah görə bilmirəm ömrün qarasın, ağın. Dünya niyə saxlayır özündə belə sağın? Durmur yarımın qanı, gəl bağlasın qasnağın. Kör olursan, yoxsa kör, sənsiz ölürəm, kör olursan. Allah səni var etsin, sənin sevincin mənim də sevincimdir. Çox sağ olun dostlar. Əhsən Gülər xanım, çox sağ ol, var ol. Bu dostluğunuz heç vaxt tükənməsin, Allah sizi var eləsin. Və buyursun bizim gözəl xanımlarımız, Xəyal xanımın şeirlərinə davam edirik. Buyurun, Elmira xanım, Məlayət xanım, buyurun. Neyse. Çoxları azlarla bölüşürük biz. Əqidəmiz safdır, qəlbimiz təmiz. Həyatda qoy qalsın arxamız cəmiz. Bunu kimi bilsə, kimi bilməsə, mənim üçün çox fərqi yoxdur ki, neysə. Özündən çox böyük daş dolanırsan. Kimlər elə bilir, boş dolanırsan. Az alıb, çox verib, xoş dolanırsan. Bu necə ipliksə, necə ilməsə, sənin üçün fərqi yoxdur ki, neysə. Uca dağ başına duman gəlməli, dərd olma, düşünmə, dərman gəlməli. Biləsən, yaxşıya yaman gəlməli. Tarazlıq olmala, nə ilə, kim iləsə. Mənim üçün çox fərqi yoxdur ki, neysə. Haqqını əvvəldən verirsən halal. Kimsənin ağlına gəlmir bir sual. Yarın bu dünyalı yaşadığın xəyal. Sistem bu hesabı silsə, silməsə, sənin üçün çox fərqi yoxdur ki, neysə. Mənim üçün çox fərqi yoxdur ki, neysə. Sağ olun Xəyal xanım, təşəkkür edirəm, var olun. Allah can sağlığı versin sizə. Həmişə yazıb, yaradasınız. Biz də gözəl-gözəl qiraət edib oxuyaq. Təşəkkür edirəm. Sizlər də var olun gözəl xanımlar. Allah siz... Sən mənim bir ömür axtardığımsan. Çölün çiçəyimsən, günün işığı. Səni gözüm gördü, könlüm istədi. Bu rəzil dünyanın şux yaraşığı. Ömür xəzan olub, hiss etməmişəm. Sən adlı baharın havasındayam. Təəssüf ki, yaşımız xeyli fərqlidir. Desənə ömrünün arasındayam. Demirəm boynuna dolansan qolum, saçını oxşayım, qoy bənə. Sənsiz boş məzara bənzəyir solum. Şeirlər yazdıran mələksən mənə. Şeirlər yazdıran mələksən mənə. Təşəkkür edirəm. Var olun için qardaş, təşəkkür edirəm, çox sağ ol. Raul Bey, buyurun. Raul Bey'dən də bir şeir dinləyək, Xəyal xanımdan. Qiraətçilərdən də, şairlərdən də üzr istəyirəm. Mən qiraətçi deyiləm, amma səsləndirməyə çalışacağım. Demişdim susmağın yaxşı hal deyil. Susmuşam, baxıram, xəbərin varmı? Gülməli-gülməli gileylənirsən, mənim diqqətim üçün dəyərin varmı? Əylən deyiləm, sınan deyiləm, sildimsə bir daha anan deyiləm, daha bir şan sözüm qanan deyiləm. Qoy birincə çözüm, dəyərin varmı? Sən də təcrübədə maraqlı soysan, əvvəl elə bildim sadəsən, toysan, məni ürəyində haraya qoysan, təkliyi sevirəm.
hünərin varmı? Ötəri qonaqmış məyərsə xəyal. Bir haqqım olduysa qoy olsun halal, ağzımı yorub vermirəm sual. Sənin də təəssüfün, kədərin varmı? Sənin də təəssüfün, kədərin varmı? Bir daha təbrik edirəm, çox sağ olun, xoş olun. Sağ olun, ağzına sağ olun, nəfəsin sağ olsun.